Salam əziz tələbələr, salam əziz müdavimlər. Mən Əskərova Fatimə. Bugün sizə informasiyanın ölçü vahidləri bölməsinin izahını verəcəm. Deməli, dərsə başlamamışdan əvvəl demək istəyirəm ki, mənim onlayn dərslərimə qoşulmaq üçün yuxarıda qeyd etdiyim nömrə ilə əlaqə saxlaya bilərsiniz. 055 958 95 97. Deməli, başlayaq. Mən əsas vacib olan qeydləri burada yazmışam və onların izahını verəcəm indi sizə. Deməli, nəyi yadda saxlamaq lazımdır ilk öncə burada? Deməli, böyük ölçü vahidindən kiçik ölçü vahidinə keçmək üçün biz vurma əməlindən istifadə edəcəyik. Kiçik ölçü vahidindən isə böyük ölçü vahidinə keçmək üçün bölmə əməlindən istifadə edəcəyik. Daha sonra nəyi bilməlisiniz? Burada müəyyən bir ardıcıllıq yazmışam ki, o ardıcılığı bilməyiniz vacibdir. Terabayta qədər bilməyiniz kifayət edir. Deməli, bit, bayt, kilobayt, megabayt, gigabayt və terabayt. Bu ardıcıllıqdır. Deməli, yuxarıdan aşağıya doğru kəmiyyətlərim artır. Deməli, bu istiqamətdə artır. Yuxarıdan, daha doğrusu aşağıdan yuxarıya doğru isə azalacaq. Azalır. Deməli, biz yuxarı hissədən aşağı hissəyə keçmək üçün, yəni kiçikdən böyücə keçmək üçün bölmə əməlindən istifadə edəcəyik. Aşağıdan yuxarıya, yəni böyük kəmiyyətdən kiçik kəmiyyətə keçmək üçün isə vurma əməlindən istifadə edəcəyik. Daha sonra burada nəyi bilməyiniz vacibdir? Bu kəmiyyətlər arasında fərqi bilməyimiz lazımdır. Yəni, nə qədər fərq var onların arasında. Deməli, bit və bayt arasında 2/3 fərq var. Yəni, 8. Qalan bütün kəmiyyətlər arasında isə 2/10 qədər, yəni 1024 qədər fərq var. Qalan hamısı 2/10 qədər, bir-birindən 2/10 qədər böyük və ya kiçikdir. İndi isə bəzi test nümunələri var ki, onları izahını verəcəm. Bir də nəyi qeyd edeyim? Göstəriciləri bilmək vacibdir. Deməli, kilonun göstəricisi 2/10'dur. Meganın göstəricisi 2/20'dir. Giganın göstəricisi 2/30, teranın göstəricisi isə 2/40'a bərabərdir. 2/40. Deməli, teranın 2/40'a bərabərdir. İndi isə davam edək. Deməli, bəzi misal tiplərini göstərəcəm. Birinci tapşırıq deyir ki, 1 kilobayt neçə baytdır? 1 kilobayt neçə baytdır? Deməli, biz kilobaytdan bayta keçirtməliyik. Yəni, böyük kəmiyyətdən kiçik kəmiyyətə keçirik. Böyükdən kiçiyə keçən zaman biz dedik ki, vurma əməlindən istifadə edəcəyik. Və baxıram ki, kilonun göstəricisi nə qədərdir? 2/10'dur. Deməli, burada dəyişən baytlar eynidir, kilo dəyişib, yəni, belə deyim, əmsal qazanma, bir də əmsal xərcləmə var. Burada əmsalı xərcləmişəm, yəni kilo əvvəl var idi, indi isə yoxdur. Deməli, əmsal xərcləmişəm. Biz əmsalı xərcləyəndə vurmalıyıq və əmsal göstəricisinə. Əmsal göstəricisi nədir? Kilodur burada. Deməli, 1'i vuracam 2/10'a. Bu eləyəcək 2/10 bayt. Bu birinci tapşırıq. Keçək indi ikinciyə. 1 megabayt neçə baytdır? Neçə baytdır? Deməli, yenə böyük kəmiyyətə, kiçik kəmiyyətə keçmişəm. Əmsalı neyləmişəm? Xərcləmişəm. Burada əmsal var, amma burada yoxdur. Əmsalı xərcləmişəm. Xərcləyəndə biz vurma əməlindən istifadə edirik. Vurma əməlindən istifadə etmək üçün də biz əmsal göstəricisine vurmalıyıq. Əmsal göstəricisi burada baytlar eynidir, dəyişən megadır. Deməli, 2/20'yə vurmalıyıq. 1'i vuracaq 2/20'yə. Bu da eləyəcək 2/20
byte. Daha sonra keçək 3-cü suala. 1 gigabyte neçə baytdır? Deməli, yenə əmsal xərcləmişəm. Deməli, vurma əməlindən istifadə edəcəm. Yəni, böyük cəmiyyətdən kiçik cəmiyyətə keçmişəmsə vurma əməli. Və giganın göstəricisi, burada dəyişən giga olduğuna görə, giganın göstəricisi 2/30'dur. Deməli, 1'i vuracam 2/30'a. Bu da eləyəcək 2/30 byte. Daha sonra keçirik 1 terabayt neçə baytdır? Deməli, yenə böyük cəmiyyətdən kiçik cəmiyyəti keçirik. Vurma əməlindən istifadə edəcəm və əmsal göstəricisine vurmalıyam. Baxıram ki, burada dəyişən əmsal teradır. Deməli, teranın göstəricisi 2/40 olduğuna görə 1'i vuracam 2/40'a. Bu da eləyəcək 2/40 byte. Üstü 30 byte deyir nəyə bərabərdir? Baxıram ki, burada gigabyte, kilobyte, megabyte bitlə cavablar verib. Baxaq, deməli 2/byte, daha doğrusu 2/30 byte. 2/30 mən baxan kimi bilirəm ki 2/30 giganın göstəricisidir. Deməli mən 2/30 byte'ı gigabyte'a keçirdə bilərəm daha rahat. Byte'dan gigabyte'a keçmək üçün burada baxıram kiçik ölçü vahidinin böyük ölçü vahidinə keçirtmişəm. Deməli bölmə əməlindən istifadə etməliyəm və giganın göstəricisi 2/30'a bərabərdir. Deməli 2/30'u böləcəm 2/30'a. Bu da eləyəcək 1 gigabyte. Həqiqətən də 1 gigabyte 2/30 byte'a bərabərdir. Davam edək. 9-cu sual. 2/23 bit deyir nəyə bərabərdir? Baxaq, görək burada hansı variant daha doğrudur? 1024 bit, 1024 2/10 bitdir. 2/23 bit 2/10 bitə bərabər bilməz. Yəni C variantını atırıq. Baxaq, 1 megabayt. 1 megabayta keçirsəm bunu megabayta keçirtmək üçün. Baxaq, görək nə edərik? 2/23'dür. Bit olub byte və megabayta çevrilib. Deməli, burada dəyişən həm byte'dır, bitdən byte'a keçirdib, həm də megaya keçirdib. Yəni, iki cəmiyyət ikisi də dəyişib. Əvvəlcə mən bunu keçirtmək üçün mənim üçün rahatdır 2/23 biti byte'a keçirtmək. Deməli, keçirdək. Deməli, 2/23 bit neçə byte'dır? Bitdən byte'a keçirdəndə onlar arasında fərq demişdim 2/3'dür. Və kiçik ölçü vahidindən böyük ölçü vahidinə keçirəm. Deməli, bölmə əməlindən istifadə edəcəm. Və 2/23'ü böləcəm 2/3'ə. Bu da eləyəcək 2/20 byte. İndi isə 2/20 byte'dan baxaq megabayta keçirdək. 2/20 byte neçə megabaytdır? İndi isə kiçik ölçü vahidindən böyük ölçü vahidinə keçirəm. Deməli, yenə bölmə əməlindən istifadə edəcəm. Və dəyişən nədir? Megadır. Əmsal göstəricimiz mega olacaq. Deməli, 2/20'ni mən böləcəm 2/20'yə. Bu da eləyəcək 1 megabayt. Həqiqətən də baxın, cavabda verib. Deməli, 2/23 bit 1 megabayta bərabərdir. 10-cu suala baxaq. Deməli, 1 kilobit neçə baytdır? Baxıram, burada dəyişən nədir? Həm bitdən bayta keçirdib, həmçinin də kilobit bayta çevrilib. Yəni, kilo və bit hər iki cəmiyyət dəyişib. Mənim üçün rahat olar ki, mən kilobitdən əvvəlcə bitə keçirdim.
neçə bit olduğunu tapın. Deməli, kilobitdən bitə keçirtmək üçün böyük kəmiyyətdən kiçik kəmiyyətə keçiririk. Deməli, vuracağıq. Nəyə vuracağıq? Əmsal göstəricisinə. Əmsal göstəricisi, yəni dəyişən nədir burada? Kilodur. Deməli, mən 1-i vuracam 2 üstü 10-a. Bu da eləyəcək 2 üstü 10 bit. İndi isə bitdən bayta keçirtmək daha rahatdır. 2 üstü 10 bit neçə baytdır? Neçə baytdır? Baxaq, bitdən bayta, yəni kiçik ölçü vahidindən böyük ölçü vahidinə keçirəm. Deməli, bölmə əməlindən istifadə edəcəm. Nəyə böləcəm? Bunlar arasındakı fərq 2 üstü 3-ə bərabərdir. Yəni 2 üstü 10-u böləcəm 2 üstü 3-ə. Bu da eləyəcək 2 üstü 7. Daha sonra keçək, deməli 12-ci sual. 40960 bit bir neçə kilobaytdır? Yenə baxıram ki, dəyişən nədir? Həm bitdən bayta keçirtmişik, həm də kiloda dəyişib, deməli 2 cəmiyyət dəyişib. Əvvəlcə nə edeyim? 40960-ı keçirdək bayta. Keçirdək bayta. Baxaq görək. Bitdən bayta keçirdəndə bölmə əməlindən istifadə etməliyəm. Çünki kiçikdən böyüyə keçirəm. Və nəyə böləcəm? Bitlə bayt arasında fərq 2 üstü 3-dür. Yəni 8-dir. Deməli, mən bunu 4096 ya da elə yazmayaq. Elə 40960 bölünsün 2 üstü 3 şəklində göstərək. Deməli, bölünsün 2 üstü 3. Yəni 8. Deməli, 40960-ı da 8-ə böləndə deməli, 40960-ı 8-ə böləcək. Eləyəcək 5120. 5120 nəyə bərabərdir? Bayta. İndi 5120 baytdan keçirtməliyik kilobayta. Artıq isə baytdan kilobayta keçmək daha rahatdır. Dəyişən nədir? Kilodur. Deməli, əmsal göstəricim 2 üstü 10-dur. Və kiçik ölçü vahidindən böyük ölçü vahidinə keçirəm. Deməli, bölmə əməlindən istifadə edəcəm. Və bunu parçalayıram. 512 vurulsun 10 kimi yazıram. 512 2 üstü 9'dur. Vur 10. Bölməliyik 2 üstü 10'a. 2 üstü 9 ile 2 üstü 10 gedir. Burada qalır 2. Onu da 2'ye bölürəm 5. Deməli 5 kilobayta bərabərdir. O da A variantı. Davam edək. Deməli 19-cu suala baxaq. 2 üstü 13 bit neçə baytdır? Neçə baytdır? Baxaq görək. Bitdən bayta keçirdirəm. Yəni kiçik ölçü vahidindən böyük ölçü vahidinə keçirəm. Deməli bölmə əməlindən istifadə edəcəm. Və bitlə bayt arasındakı fərq 2 üstü 3'ə bərabərdir. Deməli 2 üstü 13'ü böləcəm 2 üstü 3'ə. Bu da eləyəcək 2 üstü 10 bayt. Yəni A variantı doğru variant. 20-ci sual. 32 gigabayt neçə kilobaytdır? Baxaq burada nə dəyişib? Deməli baytlar olduğu kimi qalıb. Gigadan kiloya keçib. Deməli dəyişən burada giga və kilodur. Deməli giga və kilo arasındakı məsafə nəyə bərabərdir? Deməli bit idi ardıcıllığım, sonra bayt idi, sonra gəlirdi kilobayt, sonra megabayt, sonra gigabayt. Demiştim hər biri arasında 2 üstü 10 fərq var. Yəni burada 2 üstü 10 fərqdir. Burada da 2 üstü 10 fərq var. Kilobaytdan gigabaytdan ümumilikdə 2 üstü 20 fərq var. Deməli mən 32-ni
gigabaytdan kilobayta keçirtmək üçün 32-ni vurmalıyam 2 üstü 20'ye. Çünki böyük ölçü vahidini kiçik ölçü vahidinə keçirdirəm. Və 32-ni yazıram 2-nin qüvvəti şəklində 2 üstü 5 kimi. 5 kimi. Bunu da yazıram 2 üstü 20 kimi. Bu da eləyir 2 üstü 25 kilobayt. O da deməli D variantı doğru variant. 21-ci sual 18 kilobit 18 kilobit neçə baytdır? Burada iki cəmiyyət dəyişib, həm kilo dəyişib, həm də bitdən bayta keçirdi. Rahat olar ki, biz kilobitdən əvvəlcə bitə keçirdik. Deməli, nə edirik? 18 kilobitdən bitə keçirdirik. Kilobitdən bitə keçmək üçün mən böyük ölçü vahidindən kiçik ölçü vahidinə keçirdirəm. Deməli, vurma əməlindən istifadə edəcəm. Və nəyə vururam? Əmsal göstəricinə. Əmsal göstəricisi isə kilodur. Yəni 18-i vuracam 2 üstü 10-a. Bu da eləyəcək bit. Və indi isə bitdən bayta keçirdə bilərəm. Bitdən bayta keçirtmək üçün isə mən 2 üstü 3-ə bölməliyəm. Bölürük 2 üstü 3-ə. Yəni 18 vurulsun 2 üstü 10 bölünsün 2 üstü 3. Bu da eləyir 18 vurulsun 2 üstü 7. İndi isə nə edirəm? 18-i parçalamaq lazımdır. 2-nin qüvvəti olmalıdır orada. Deməli 9 vur 2 kimi yazaq. Bu da 2 üstü 7. Mənə verəcək. Deməli 9 vurulsun 2 üstü 8. O da C variantı doğru variant. Sonra devam edək. Deməli 22-ci sual. 20 megabayt neçə kilobitdir? Baxıram ki, buradan dəyişən həm megadır, megadan kiloya keçib, həm də baytdan bitə keçirdim. Daha rahat olar ki, mən megabaytdan megabitə keçirdim. Deməli 20 megabayt neçə megabitdir? Cəmiyyətlər, deməli megalar dəyişməyib, dəyişən baytdan bitə keçirtməkdir. Baytdan bitə keçirdəndə 2 üstü 3-ə vurmaq lazımdır. Yəni mən nə etməliyəm? 20-ni vurmalıyam 2 üstü 3-ə. Deməli bu da eləyir 20 vurulsun 2 üstü 3 şəklində də saxlayıram. Megabit. İndi isə nə etməliyəm? Megabitdən kilobitə keçirdik. 20 vurulsun 2 üstü 3 megabit neçə kilobitdir? Megadan kiloya onlar arasındakı məsafə 2 üstü 10'a bərabərdir. Və mega kilodan daha böyük olduğuna görə biz vurma əməlindən istifadə edəcəyik. Yəni 20 vurulsun 2 üstü 3'ü vuracam 2 üstü 10'a. Bu da eləyəcək. 20-ni 2-nin qüvvəti şəklində parçalayaq. Deməli 20 5 vurulsun 4 şəklində parçalana bilər. 4 isə 2 üstü 2'yə bərabərdir. Vurulsun 2 üstü 3 da vurulsun 2 üstü 10. Deməli 5 vurulsun 2 üstü 15 olacaq cavab. 5 vurulsun 2 üstü 15. O da hansı variantdır? Deməli C variantı. Nisə baxaq, deməli 222 bit neçə megabitdir? Megabitdir. Dəyişən nədir? Bitdən megabitə keçirtmişik. Deməli biz burada əmsal qazanmışıq. Əmsal qazananda əmsal göstəricisine bölmək lazımdır. Yəni 2 üstü 22-ni bölməliyik. Meganın göstəricisi 2 üstü 20'dir. Bu da eləyir 2 üstü 2, yəni 4. Cavab C variantı. 28-ci suala baxaq. Deməli 1024 gigabit. Gigabit neçə megabaytdır? Megabaytdır.
Deməli, burada həm bitdən bayta keçirdim, həm də gigadan megaya keçirdim. İndi gəlin birbaşa üsulla necə yazmaq lazımdır, ona baxaq. Deməli, 1024, bunu saxlamışam mələkə yerində. 1024, gigadan megaya keçəndə, yəni böyük ölçü vahidindən kiçik ölçü vahidinə keçəndə biz 2/10'a vurmalıyıq. Bunlar arasında 2/10 fərq var. 2/10'a vuracağıq. Amma bitdən bayta keçirdəndə, deməli, kiçik ölçü vahidindən böyük ölçü vahidinə keçirdəndə bölməliyik 8-ə. Yəni 2/3'ə böləcəm. Deməli, bu da nə eləyir? 1024 2/10'dur. Vur 2/10 bölünsün 2/3. 2/3 ilə 2/10 gedir. Burada qalır 2'nin 7 dənəsi. Və bu da eləyir 2/10'u 2/7'yə vuranda 2/17. Artıq birbaşa üsulla yazacağım. Yəni tək-tək keçid yox, birbaşa üsulla praktik şəkildə öyrənək. İndi isə baxaq bu tip misallara. Deməli, 7-ci sualda verib ki, 16384 bit neçə kilobaytdır? Birbaşa üsulla yazacağım. Deməli, 16384 bit neçə kilobaytdır deyir. Deməli, nə edib burada? Həm bitdən bayta keçirdib, həm də burada əmsal qazanmışıq, yəni kilonu qazanmışıq. Deməli, nə edirik? 16384'ü əvvəlcə bitdən bayta keçirdik. Bitdən bayta keçirdəndə biz bölməliyik 2/3'ə, yəni 8'ə. Bölməliyik 2/3'ə. Və bitdən kilo bayta keçirdik. Burada kilonu qazanıb. Kilonu qazananda biz dedik ki, kiçikdən böyücə keçəndə bölmə üsulundan istifadə edirdik və əmsal göstəricisine bölürdük. Deməli, kilonu qazanıbsa biz 2/10'a bölməliyik. Həmçinin də 2/10'a bölməliyik. İndi baxaq görək bu neçə eləyir. Deməli, 16384'ü bölək 8'ə bölünürmü? Bəli, bölünür. Deməli, 8'ə böləndə, bu da 2/10'da 1024'dür. 8'ə böləndə eləyir 2048. 2048'i də 1024'ə böləndə düşür 2. Deməli, misalın cavabı olacaq 2. Daha sonra keçək 8-ci misalı həll eləyək. 8-ci misal. Deməli, 8'də 1 terabayt neçə baytdır? Baxıram ki, burada əmsalı xərcləmişəm. Əmsal xərcləyəndə əmsal göstəricisine vurmaq lazımdır. Teranın deməli göstəricisi 2/40 olduğuna görə mən 2/40'a vurmalıyam. Deməli, 8'də 1 vurulsun 2/40. 8 2/3'dür. 2/3'də 1 yazıram. Bu da 2/40. 2/3 ilə 2/40 ixtisar gedir. Qalır 2/37. Misalın cavabı Y variantı.